çatar inşallah. Deməli, müharibədən sonra Birinci Dünya müharibəsi Türkiyə üçün məğlubiyyətlə, yəni Osmanlı üçün məğlubiyyətlə başa çatdı. Mudros müqaviləsinə görə Osmanlı dövləti təslim oldu və bütün cəbhələrdən qoşunlarını geri çəkdi. Həmçinin bunu Azərbaycan tarixində deyəcəyik. Baxım görüm deməmişiksə də, yəni təkrar olsa deyəcəyik. Hansı hadisə idi bu? Azərbaycan göndərmiş Qafqaz İslam Ordusu buradan çıxardı Nuri Paşanın rəhbərliyi altında. Onlar Azərbaycan getdilər, İngilis qoşunu Azərbaycan gəldilər. Burada eynisini deyəcəyik. Buna əsasən Sultan hökuməti Antanta dövlətləri qarşısında təslim oldu və Birinci Dünya müharibəsindən çıxdı. Bütün cəbhələrdə müharibəyə dayandırıldı. Sadəcə İnci Türkiyənin ərazisi qalmışdı. İnci Türkiyənin ərazisi qaldı Osmanlıların nəzarətində. Dövlət dağıldı, Osmanlı üçün nəticəsində oldu. Dövlət dağıldı, ağır vəziyyətə düşmüş oldu. Gənc türklər hərəkət demişdi. Xatir 2-ci Əbdülhəmidi hakimiyyətdən salmışdılar. Biz belə eləyəcək deyənlər var idi və onlar nə oldu? Həmin partiya buraxıldı, rəhbərlər isə qaçdı. Onsuz da xarici dövlətlər tərəfindən maliyyələşdirmiş o insanlar və buradan çıxıb getdilər, qaçdılar. Nəticədə Osmanlı ərazisi Antanta dövlətləri tərəfindən bölüşdürüldü. İtaliya, İngilislər, Yunanlılar tərəfindən hərəsi bir hissədə yerləşdirilirlər. Yunanlılar ən çox soruşur, İzmiri işğal etmə icazəsini almışdılar. Amma həmin dövlətlərin Osmanlı ərazisini işğal etmələrinə Mustafa Kemal icazə vermədi. Onun rəhbərliyi altında başlayan azadlıq hərəkatı nəticəsində Türkiyə öz istiqlaliyyətini qoruyub saxlaya bildi. Hətta yeganə dövlət idi ki, Birinci Dünya müharibəsində məğlub dövlət idi, amma öz ərazisini, müstəqilini qoruyub saxlaya bilmişdilər. Mustafa Kemal mübarizəyə başladı, xarici müdaxilə müharibə apardı. Hüquqların müdafiəsi haqqında cəmiyyət qurmuşdu. Sonra Sivas'ta Milli Kongres fəaliyyətə başlamışdı. Onun belə deyim, nəzarəti altında. Daha sonra bunu həyata keçirən Osmanlı sultanı idi. Amma daha sonra həmin məsələ Sivas'ta qurulan kongresdə onların başlatdığı Milli Məclis Antara qüvvələri tərəfindən dağıdılmışdı, məhv edilmişdi. Deməli, Sivas Konqresində alınan qərardan biri də müvəqqəti hökumət rolunu Mustafa Kemalın başda olmaqla nümayəndələr komitəsi seçilmişdi. Burada əsasən bu xırdalıqları göstərir, amma bura daha çox vacib deyil. Osmanlı Türkiyə ilə bağlı vacib məqamlar var ki, onları sizə bir-bir göstərməyə çalışım. Deməli, yeniliklər var şəhərdə. Köhnə kitabdan fərqli olaraq, buna görə bu hissəyə diqqət edəcəksiniz, aşağıda deyəcəm. 1920-ci ildə Ankara'da Türkiyə Böyük Milli Məclisi TBMM başladı fəaliyyətə. TBMM rəhbəri Mustafa Kemal seçilmişdi. Nəyə görə? Çünki Sivasda asılan Milli Məclis Antanta qoşunları tərəfindən tutuldu və onu qovdu. Həmin parlamenti qovmuşdu. Ona görə Mustafa Kemal rəhbərliyi altında Ankara'da yenidən parlament çağırıldı. Bu parlament Türkiyə Böyük Millət Məclisi adlandırıldı və Mustafa Kemal ona rəhbərliyə başladı. Türkiyə Böyük Millət Məclisi özünü yeganə qanuni hökumət adlandırmışdı. Çünki Sultan hökuməti Antanta qüvvələrinə qarşı heç bir addım ata bilmədi, heç bir tədbir görə bilmədi. Deməli, Kemalçıların fəaliyyəti. Onlar nə etdilər? Onların fəaliyyəti Antanta dövlətlərini narahat elədi. Ona görə də onlar Türkiyə TBMM-ə qarşı mübarizəyə başladılar. İstəyir ki, həmin mübarizəni yatırsınlar. Nəticədə 1920-ci ildə İstanbulda deməli 20-ci ildə Osmanlı Sultanı ilə Sevr müqaviləsi imzaladılar. Sevr müqaviləsinin mahiyyəti bu idi ki, bu müqaviləyə görə Osmanlı dövləti faktiki olaraq parçalanırdı, bölünürdü. Bu bilirsiniz nə idi? Hansı məsələ idi? Rusiya mövzusunda demişdi ya ki, şərq məsələsi vardı, Osmanlı dövləti parçalamaq. Əslində, həmin məsələ burada həll olunurdu. Osmanlı dövlətinin ərazisi parçalanırdı, qalib dövlətlər tərəfindən bölüşdürülürdü. Hətta tərkibində ayrı-ayrı dövlətlər yaranmalı idi. Şimal şərqində Ermənistan dövləti, İngilislərin tərkibi Kürd dövləti yaradılmalı və s. Yəni, faktor Osmanlı dövlətinin varlığına son qoyulmaq sayılırdı bu. Amma Mustafa Kemal buna imkan vermədi. Onun rəhbərliyi başlayan mübarizə öz bəhrəsini verdi. İlk uğurlarını şərq cəbhəsində aldılar. Kimlərə qarşı? Antantanın maliyyələşdirdiyi və onu dəstək verdiyi ermənilər. Ermənilərlə mübarizə aparıldı. 1920-ci ildə
ermənilər təslim oldu və gümrük müqaviləsi imzaladılar. Köhnə kitabda şairlər bu yoxdur. Yeni cümlələrdə diqqətli olun məsələdə. Gümrük müqaviləsi imzaladılar və bununla da ermənilər Anadoluya olan iddialarından tamamilə əl çəkmiş oldular. Sonra, indi deyəcəyimiz ifadə də yeni bir fikirdir. Burada diqqətli olaq. TBMM hökuməti, Türkiyə Böyük Millət Məclisi Sevr müqaviləsini qəbul etmədi. Ondan imtina edildilər. Sultan hökuməti vətənə xain elan edildi və onlar Antantaya qarşı mübarizə aparan Sovet Rusiyası ilə yaxınlaşdı. Ondan biri də mübarizə apardılar. 1921-ci ildə deməli, Sakarya yaxınlığında İnönü döyüşü gedirdi. Köhnə İnönü döyüşü verirdi. Amma indi isə Sakarya döyüşü olaraq yeni bir döyüş adı qarşımıza çıxardı. Diqqətli olursunuz məsələdə. Sakarya döyüşündə Yunan ordusu məğlub edildi. Məğlub edildi. Burada yaralanan Mustafa Kemal Marşal rütbəsi Qazi adı almışdı. Daha sonra 1922-ci ildə əks-hücuma keçdilər türklər. Onlar Antantı qüvvələrini məğlub elədilər, Anadolu tamamilə azad etmiş oldular. 1922-ci ildə rəsmi olaraq Osmanlı dövlətinin varlığına son qoyulmuşdu. 23-cü ildə isə Lozanna konfransı müqaviləsi oldu. Sülh müqaviləsi, Lozanna müqaviləsi Türkiyənin müstəqilliyi və sərhədləri tanınmış oldu. Və əvvəlki dövrdə verilən kapitulyasiyalar aradan qaldırdı. Kapitulyasiya şərtləri nə idi? Xarici dövlətlərə verilən güzəştli ticarət hüquqları idi. Onlar hamısı ləğv eləmiş oldu. Və ilk dəfə oldu ki, Türkiyə olaraq məğlub dövlət olsa da belə Osmanlı dövləti öz müstəqilliyini qoruyub saxlaya bildi. Və həmin şərtləri yerinə yetirməli. Yəni öz müstəqilliyini qoruyub saxlayaraq davam etdirdi fəaliyyətini. Digər dövlətlər isə belə bir şey olmadı. Söhbət gedir Paris müqaviləsinin şərtlərində. Mustafa Kemal'ın islahatları. Onların qurtuluş hərəkatı qalib gəldi. Bundan sonra ölkəni ağır vəziyyətdən çıxartmaq üçün islahatlara başlamışdı. İslahatların mahiyyətini görək nələrdir? Şahidlər, Türkiyə ilə bağlı və çıxa biləcək suallardan biri bu hissədəndir. İslahatlar. Deməli, 1922-ci ildə Sultan hakimiyyəti ləğv edildi və Osmanlı varlığına son qoyulmuş oldu. 23-də Türkiyə Respublika elan olundu. İlk prezident Mustafa Kemal seçildi. 24-də bunları ili ilə xronoloji soruşur. Xilafət ləğv edildi. Bilirsiniz, Osmanlı Sultanı eyni zamanda İslam xalqlarının xəlifəsi hesab olunurdu. Birinci Səlmdən başlamışdı. Bu ad Misirdə Məmlük dövləti son qoyduqdan sonra başlamışdı. Osmanlı nümayəndələri ölkədən sürgün olundu. Şəriət və Vəqflər Nazirliyi ləğv edildi, mədrəsələr bağlanıldı. Yəni dini hakimiyyət tamamilə bitmiş oldu. Ruhaniyə bütün var dövlətdən məhrum edildi. Hüquqi sahədə 24-də Türkiyənin ilk konstitusiyası qəbul olmuş oldu. Qadınlar kişilərlə bərabər hüquqlar verildi. Şərqdə ilk dəfə bunu AXC eləmişdi. Xatırlayırsa 1918-də qurulmuş AXC bunu eləmişdi. Şəriət məhkəməsi ləğv edildi. Şəriət Qurandan götürmüş hökmlər əsasında fəaliyyət göstərən məhkəmə idi. Avropa nümunəsində mülki və cinayət məcəlləsi qəbul olundu. İqtisadi sahədə deməli, kapitulyasiya ləğv edildi. Biraz əvvəl bunu dedik. Əsas məqsəd ölkəni inkişaf etdirmək idi. Sonra bütün müəssisələr xarici şirkətlərdən alınaraq milliləşdirildi. Nəyə görə? Çünki xarici dövlətlərin ölkədəki hakimiyyət, belə deyim, sərbəstliyinə son qoymağa çalışırdı hələ ki. Mərkəzi bank yaradılmış oldu. Sonra aşar vergisi ləğv olunmuşdu. Osmanlıdan qalma vergi idi. Etatizm, dövlət kapitalizmi, yəni dövlət özü maliyyələşdirməyə çalışırdı. Dövlət kapitalizmi bir formasıdır. Dövlətin bütün sahədə öz rolunun artırılması nəzərdə tutulurdu burada şahidlər. Sonra burada deyilir, xarici kapitalın hüququnu məhdudlaşdırmağa çalışdı və milli burjuaziya mövqeyini xeyli möhkəmləndirilmişdi. Buna biz nə demişdik?
merkantilizm siyasəti var idi. Xatırlayırsınızsa Fransada demişdik. Yerli istehsalı artırmağı, xaricdən gələnləri məhdudlaşdırmağa çalışırdı. Bir növ ona bənzər bir şeydir. Sonra Avropa təqviminə keçərək tamamilə dünyəvi bir hakimiyyət quruldu. Latın qrafikalı əlifba qəbul oldu. Ərəb əlifbası ləğv edilmişdi. 1923-cü ildə paytaxt İstanbuldan Ankara'ya köçürüldü. 34'te soyad hakkında kanun verildi. Buna əsasən Mustafa Kemal'a da Atatürk ləqəbi verilmişdir. Xarici siyasətdə Kemalçıların gördüyü tədbirlər dövləti xeyli gücləndirilmiş oldu, nüfuzu artdı. 32-ci ildə Millətlər Cəmiyyətinə üzv qəbul olunmuşdu. Millətlər Cəmiyyətinə üzv qəbul olundu. Sonra Montreux Konfransı, Qaradəniz boğazlarına dair Montreux Konfransı 36-cı ilə keçirildi. Buna görə Türkiyə boğazlarda, Qaradəniz boğazı birisi, Bosfor, Dardanel boğazları, boğazlarda geniş üstünlük qazanmış oldu. Sonra 5% gördük. Deməli, 38-ci ildə Atatürk vəfat eləmişdi. Onun ölümündən sonra isə İsmət İnönü ikinci prezident olaraq fəaliyyət göstərmişdi. Bir tərəfli siyasəti yürüdürdülər. İkinci Dünya müharibəsi ərəfəsində Osmanlı dövləti, daha üzr istəyirəm, Türkiyə öz bitərəfliyini elan etmişdi. Montreux konferansında bunu göstərib. Bundan sonra da Sədabad paktı var. Sədabad paktında 37-ci ildə Türkiyə öz bitərəfliyini elan etmişdi. Ona görə 2-ci Dünya müharibəsində Türkiyə iştirak etməyəcək. Bir dəqiqə baxım görün. Şayda zariyyət qaz qalıbdı. Şayda mövzu izahı böyük ehtimal ki çatmayacaq. İndi baxıram 4% qalıbdı. Mövzu izahı çatmayacaq burada.